oxşasa da payız özünü hiss elətdirir. Biz sarı bülbüllərə şeir deyirik, amma bizə qalan boz sərçələrdir. Bəs görək bu boz sərçələr sabah üşüyüb öz yuvalarına çəkiləcəklər, yoxsa yenə onların şən mahnılarını eşidəcəyik? Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. Hər bir havada istər isti olsun, istər soyuq. Yaxınlarınızı, sevdiklərinizi unutmayın. Sizinlə biz idik. Nigar Rəcəbova, Xaliq Babayev, APA TV.